Bağda Bir kəsib fikir də deyim, Ha. dövlətimiz çox güclüdür. Çox güclüdür. Bu günləri, bax bu evin təmiri var ha. Ən azı bir sən səs salmaqla hər bir dəstək oldu. Dövlət özü də bunu düzəldə bilərdi. Sadəcə müəyyən dövr üçün o qaydalar var, prosedurlar var. Sadəcə nə tezləşdirdi? Sənin timsalında insanlarımız, o dəyərli insan, hər bir insanımız dəyərlidir. Dəstək verdilər ki, bu ailə təcili tezliklə evə çıxsın. Bir dənə alqışlayalım. Bu evdə yaşayanlar da can sağlığına yaşasın. Bu eləsinlər. Onun borçlar var ki, Temke bir də belə gün qismət eləməsin. Yer zad yansın. Heç bir yerə toya gələ yansın. Toya gələ. Bir söz deyim, sözdür. Bu yanır, alov elə bir şeydir. Bizim bir döyüşçü yoldaşımızın Salyanda evi yandı. O boyda ev yandı. Təsəvvür edirsən ki, ev yanır, əlindən heç bir iş gəlmir və gözünün qabağında yanır. Ortadan bir arkadaşım oldu. Təsəvvür elə, heç bir şey eləyəsin, gözünün qabağında sənin evin Lap gözəl, həqiqətən sevindirici oldu ki, bu evdə xalqın köməyini göstərəm. İzləyicilər, bax, ev hal-hazırda öz qaydasındadır, nə şükür Allaha. Hər şey, televizorundan belə, deyək, belə şeyləri, taxtıdır, krislosudur, mizidir, hamısının Hacı Füzuliyə təşəkkürümüzü bildiririk. Kimlərin dəstək oldusa var olsun. Ev super. Nuş olsun. Belə deyim, gözəl günlərdə görüşəyin, Allah sizi var eləsin, bir-birinizin yanından əksik olmayasınız, mehriban olasınız. Həqiqi, nə qədər bir olarıqsa, hər bir işin öhdəsindən gələrik. Çalışağın Allah'a xatir iş görən, nə işdə görəndə yeyinti eləmədən görən, mən istəmirəm. Var olasınız, təşəkkür edirəm. Mühəmmədindir. Ha, mən... Bax, çox gözəl, qəşəng, bu da hər tərəfdən super çıxıb, Allah hamd olsun. Bax, o da əvi olsun. Hər bir şey öz qaydasında. Allah xeyirlərin versin, can sağlığından yaşasınlar. Çox gözəl, həqiqətən. Super. Xeyirli uğurlu olsun. Gəl uşaq. Televizoru da belə deyim, Bəydillidən hacımız verib Emin. Allah canını sağ eləsin, ruzusunə bərəkət versin.